Salam uşaqlar, bugünkü dərsimiz 11 və 16-cı yüzilliklərdə Asiyada, yəni Türk və Şərq xalqlarının mədəniyyəti haqqında məlumat verəcəyik. 11 və 16-cı yüzillikdə Asiyada, yəni Asiya, Türk və Şərq xalqlarının mədəniyyəti haqqında təhsil verilimindən başlayaq və ilk olaraq Nizami Ali Mədrəsəsi haqqında məlumat verək. 11-ci əsrin 60-cı illərində, yəni 1066-cı ildə Bağdadda Böyük Səlcuqlu Sultanı Alparslanın göstərişi ilə Vəzir Nizam Mülk tərəfindən açılmışdır. Müsəlman Şərqinin və dünyanın ilk universitetlərindən biri hesab olunur. Mədrəsədə dini bilgilərlə yanaşı hüquq, filologiya, riyaziyyat və astronomiya tədris edilirdi. Böyük Azərbaycan alimi Xətib Təbrizi bu mədrəsədə 40 il dərs demiş və görkəmli alim filosof Ömər Xəyyam da burada təhsil almışdır. Bu dövr Türk və Səlcuq mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. İndi baxaq, burada belə deyək ki, burada qeyd var. Qeyddə deyir ki, 14-cü yüzilin əvvəllərində Azərbaycan alimi Fəzullah Rəşidəddin tərəfindən Təbrizdə yaradılan Rəşidiyyə mədrəsəsində Müsəlman Şərqinin ikinci ali təhsil ocağı idi. Fəzullah Rəşidəddin tibbə aid əsərləri ona böyük sürət qazandırmış və 15-ci əsrdə yaşamış Teymuri hökmdarı Uluqbəy də ölkədə mədrəsələrin tikməsinə xüsusi diqqət yetirmişdir. İndi astronomiya inkişafı ilə bağlı olan bəzi türk alimləri var, onlar haqqında məlumat verək. Ömər Xəyyamdan danışaq. Dövrün dahisi, şairi, riyaziyyatçısı, astronomu, filosof olmuş, İsfahan rəsədxanasında rəhbərlik etmişdir. Səlcuqlu hökmdarı Mərkanın şərəfinə Cəlali təqvimi tərtib etmişdir. Yeni günəş ətrafında fırlanması fikrini irəli sürmüşdür. Miladi təqvimdən daha dəqiq hesablamalar aparmışdır. Məişət cədvəlini tərtib etmiş və bu kataloqda 100-dən çox ulduzun adını vermiş və müəyyən hissəsində dövrümüzə qədər gəlib çatmışdır. İndi Mahmud Qaşqarlıya baxaq. Ulduz bürslərinin dövrünün adlarını, məsələn, sıçan, öküz, pələng, dovşan, timsah, ilan, at, qoyun, meymun, toyuq, it və donuz kimi, yəni bu adları türk adı da verilmişdir. Astronom olmaqla yanaşı ədəbiyyatşünas və folklorçu idi. 1077-ci ildə Divan Lüğət türk əsərini qeyd etmişdir və bu əsər bu dəqiqə özündə də, yəni türk dünyasında məşhurdur. İndi Uluqbəyə baxaq. Dövlət xadimi, astronom və görkəmli memar idi. Səmərqənd rəsədxanasının inşasına rəhbərlik etmiş. Hündürlüyü 55 metr olan bu rəsədxana əsası səma cisimlərinin hərəkətini göstərən cədvəl tərtib edilmişdir. Ay və günəş orbitlərinin müəyyənləşdirilmiş. Astronomiya dair olan xidmətinə görə isə ay xəritəsini daxil etmişdi. İndi klassik feodalizm dövründə digər elm sahələrinə baxaq. Məsələn, coğrafiya haqqında məlumat belə verə bilərik ki, Çin dənizçilərinin Hindistandan Afrikaya qədər olan bütün ölkələrini öyrənməsi, dəyərli tədqiqat əsərli yazılması elmin inkişafında mühüm rol oynamışdır. Osmanlı dövlətinin fətihləri getdikcə coğrafi bilgilərlə inkişaf etmişdir. Tibbə aid məlumat olaraq Osmanlı dövlətinin Ədirnə və Azərbaycan Təbriz şəhərlərində Dərüşəfə xəstəxanası açılmışdır, Ədirnədə və Təbrizdə. Hətta ilk farmakologiyaya aid, yəni dərman məhsullarını araşdıran elm kimi Çində yazılmış və müxtəlif müalicə üsulları müəyyən edilmişdir. Texnologiyaya baxsaq 13-14-cü əsrlərdə Çində barit və metal top ixtira edilmişdir. Bu dövrdə türk müsəlman dünyasında elm və mədəniyyət texnologiyanın qızıl dövrü hesab olunur. Mahmud Qaşqarlının Divan Lüğət türk əsərinə baxaq. Türk dilində zəncirinin əks etdirən nümunələr, xalq şeir nümunələri, atalar sözləri və məsələlər yer almışdır. O dövrdə türk xalqlarının yaşadıkları ərazilərin təsvirini verən ilk xəritə əlavə edilmişdir. Bu xəritədə Balasagun şəhəri dünyanın mərkəzi kimi göstərilmişdir və bu hissəni dəqiq yadda saxlayın. Yəni Balasagun dünyanın mərkəzi kimi göstərilmişdir. Balasagun da həmin dövrdə biz fikir versək, Qaraxanlı dövlətinin paytaxtı olmuşdur. Klassik feodalizm dövrünə dair məşhur şairlərə baxsaq, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, İmadəddin Nəsimi, Əlişir Nəbai kimi ən məşhur türk müsəlman şairləri var idi. Şifahi xalq yaradıcılığının ən böyük nümunələrindən Türk hazır cavablığının Zəkasının parlaq nümunəsi Xoca Nəsrəddin, yəni Molla Nəsrəddin, Molla Nəsrəddinlə bağlı Azərbaycanda maraqlı lətifələr yaranmışdır. Memarlıq indislərdə baxaq. Orta əsrlərdə türk müsəlman məmalı öz üslubu və çox cəhətliyi ilə seçilirdi. Səlcuq dövlətində yaranmış memarlıq abidələri çoxları, məsələn, saray, karvansaray, məscid, mədrəsə, türbə və günbəzlər inşa edilirdi. Klassik feodalizm dövründə memarlığın inkişafına aid şəhərlər xüsusi yer tutdu. Məsələn, Səmərqənd, İstanbul və Təbrizi misal göstərmək olar. Əmir Teymur varislərində Səmərqənddə möhtəşəm memar abidələr inşa edilmişdir. Hindistanda yaranmış türk dövlətlərinin dövründə isə Hind müsəlman mədəniyyətdə inkişaf etmişdir və buna nümunə olaraq 13-cü əsrin əvvəllərində Dehli Sultanı Qutbəddin Aybəyin Qırmızı Qumdaşı və Ağ Məhəmmərdən hündürlüyü 73 metr olan 4 sütunlu Qutb Minər abidəsidir. Bu dövr türk müsəlman mədəniyyətinin zirvəsi hesab olunur. Daha sonra Əkbər şahın dövründə İslam mədəniyyəti inkişaf etmiş və bu dövrdə Əkbər dövrü kimi tanınmışdır.
İndi Səmərqənddə və İstanbuldakı abidələrə baxaq. 14 və 15-ci əsrlərdə. Birinci Səmərqənddən başlayaq. Gür Əmir türbəsi Əmir Teymurun qəbri üzərində inşa edilmiş və Səmərqənd memarlığının şah əsəri hesab olunur. Şah əsəri. Şah İzində məqbərəsi ansamblına baxaq. Əmir Teymur və varislərinin dövründə tikilmiş şərq memarlığının ən gözəl nümunələrindən biri sayılırdı. Uluqbay mədrəsəsinə baxaq. Teymur hökmdarı Uluqbay tərəfindən inşa edilmişdir. 15-ci yüzillikdə, yəni əsrdə İstanbulda tikilən saraylara baxaq. Çinli köşk, Topkapı sarayı və Fənərbağça sarayı. Çin mədəniyyəti və memarlığına baxaq. Bu dövrdə Çin memarlığının yuxarıya doğru qatlanmış yan çıxıntılı tağlar olan pagodalar tikildilər. Çində ilk dəfə not yazısı ilə musiqi əsərləri yazılmış, balet sənəti meydana gəlmiş və xüsusilə cilddən hazırlanmış möhkəm, yarışəffaf zincirli qablar, çini qablar yaranmışdır. 16-cı əsrdə türk xalqlarının mədəniyyətinə diqqət yetirsək, bu dövrdə mədəniyyət əldə edilən nailiyyətlər dövlətlərin siyasi iqtisadi inkişafı ilə birbaş əlaqəlidir. Yəni yeri yaranan sosial-iqtisadi münasibətlər kapitalist istehsal üsulu mədəniyyətdə təsir edirdi. Osmanlı dövlətinin təhsilinə baxaq. Osmanlı dövləti 1-ci Süleyman Qanuni dövründə təhsil ocaqlarının sayı xeyli artdı. Türk dövlətlərinin təhsil müəssisələrinin çoxalması elmin inkişafına şərait yaratdı. Əsas təhsil müəssisələri yenidən mədrəsələr idi. Mədrəsələrdə dini elmlərlə yanaşı dünyəvi elmlərlə tədris olunurdu. Mədrəsələr dini xadimləri hazırlamaqla yanaşı müxtəlif elm sahələri üzrə alimlər yetişdirməyə imkan yaradırdı. Bu dövrdə türk mədəniyyəti və elmin daha da inkişaf etdiyi bir mərhələ idi. İndi məşhur türk coğrafiyaçılarına baxaq. Piri Rəis məşhur türk dənizçisi və coğrafiyaçısıdır. 1513-cü ildə çəkdirdiyi dünya xəritəsini Sultan 1-ci Süleyman Qanuniyə təqdim etmişdir. Bu xəritədə Amerika qitəsi də daxil edilməsi türk səyyah və coğrafiyaçılarının Amerika qitəsinin varlığına xəbərdar olduğunu sübut edir. Bəhriyə adlı dəniz atlası isə 1-ci Süleymanı həsr etmişdir. Evliya Çələbiyə baxaq. Səyahətnamə əsərində müxtəlif fikirlərlə tanınan bir müəllifdir. Bu əsər Osmanlı tarixi mədəniyyətini öyrənmək üçün əhəmiyyətli mənbədir. Əsərdə Azərbaycanın xülasə Təbriz şəhərində dəyərli məlumatlar verilmişdir. Katib Çələbiyə baxaq. Katib Çələbi də 17-ci əsrdə yaşayan səyyahlardan idi və tarix, hüquq, coğrafiya və maliyyə sahələrində dəyərli əsərlər yazmışdır. İndi 16-cı əsrdə Osmanlı memarlarına baxaq. Mimar Sinanın Osmanlı dövlətinin ən məşhur memarları idi. Tikdirdiyi abidələr isə Şahzadə Cami, Süleymaniyə Cami və Səlimiyyə Cami idi. Səlimiyyə Camisi haqqında məlumat verək. Sultan II. Səlimin əmri ilə 90 yaşında Ədirnədə inşa edilmişdir. Tikintidə 1568-ci ildə başlanmış və 1575-ci ildə ibadətə açılmışdır. Mimar Sinanın bu əsəri Ustalıq əsərim adını almışdır və 2011-ci ildə UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir. Dəyərli məlumatlar bu qədərdir. Türk xalqlarına aid məlumatlar bu qədərdir. Diqqətlə oxuyun, diqqətlə baxın. Yəni bu ilin qəbul proqramında var və düşəcək bu mövzu. Ona görə diqqət edin və tamamilə tam formada öyrənməyə baxın. Oldu. İnşallah sizin üçün faydalı olar. Təşəkkür edirəm.